Salamlar, bugün Azərbaycana Səlcuqluların gəlişi və burada hakimiyyət qurmasından danışacağıq. Bildiyimiz kimi, Türk tayfalarının Azərbaycana ilk gəlişi Kimmer-Skit Sak tayfalarıdır. İkinci gəlişi xalqların böyük köçü zamanı gələn Bulqar, Sabir, Hun, Xəzər və digər tayfalar hesab olunur. Üçüncü ən böyük yürüş isə Səlcuqlar olmuşdu. Azərbaycana gəlişi 11-ci əsr təsadüf edilir. Bildiyimiz kimi, Azərbaycana xalqın formalaşması prosesi eramızdan əvvəl 4-cü əsrdə başlamışdı. Yəni Atropatena dövlətinin mövcud olması ilə başlamışdı və ərəblərin dövründə daha da sürətlənmişdi, güclənmişdi və nə zaman sona çatır? 11-ci əsrdə. 11-ci əsrdə kimlərin gəlişi ilə? Səlcuqların gəlişi ilə. Gəlişi ilə başa çatır və bununla da Azərbaycanda xalqın formalaşması prosesi başa çatmışdır. Ümumiyyətcə Azərbaycana ilk yürüşləri 11-ci əsrin ilk 10 illiyində olmuşdu. İlk 10 illiyi deyəndə 11-ci əsr nə demək istəyir? 11-ci əsr deyəndə biz götürəcəyik 1000-ci ildən ilk 10 illik dediyinə görə belə deyək. 1000-ci ildən 1010 il daxil olmalı. Bu ilk 10 illik sayılır. 11-ci əsrin ilk 10 illiyi. Bu zaman ilk gəlişləri idi. İlk gəliş. Azərbaycana ilk gəlişləri hesab olunur. Daha sonra sizlərə nə deyim? Belə deyək, 10-cu əsrdə İslam dinini qəbul edilmiş, məsələn, Səlcuqların adı 10-cu əsrdə İslam dinini qəbul etmiş Səlcuq bəyin adı ilə bağlıdır. Bildiyimiz kimi, onlar 10-cu əsrin 70-ci illəri Buxara ətrafında məskunlaşmışdılar. Daha sonra, ümumiyyətlə, onlar əraziləri əgər işğal etmək istəyirlərsə, bu da oxşar cəhət ola bilər. Çingiz xanın ordusundakı taktikaya oxşarlıq ola bilər. Məsələn, o da işğal etməmişdən əvvəl kəşfiyyat yürüşü göndərir. Bildiyimiz kimi, Səlcuqların ən əsas düşməni olmuşdu Bizanslar. Bizanslarla bütün hökmdarlar mübarizə aparmışdı. Və əvvəlcə onlar kəşfiyyat yürüşü göndərmişlər. 1015-ci ildə Bizans üzərinə kəşfiyyat yürüşü etmişdilər. Çağrı bəy və Toğrul bəy. Toğrul bunda hələ hökmdar deyildi. Hələ sərkərdə kimi deyə bilərik buna. Və onlar kəşfiyyat yürüşü edirlər. Van gölün hövzəsi, Naxçıvan və onun ətrafındakı torpaqlar, Aran, Dəbil və əraziləri tuturlar. Daha sonra onlar bildiyimiz kimi Mahmud Qəznəni onları Xorasan ətrafında yerləşdirmişdi. Ancaq sonra onların güclənməsindən qorxaraq onları buradan uzaqlaşdırmaq istəyərkən burada onlar arasında mübarizə baş verir və Xorasandakı üsyan nəticəsində artıq Səlcuqlar yavaş-yavaş gəlirlər Azərbaycan torpaqlarına. Daha böyük gəlişləri o hesab olunur. Azərbaycana gəlirlər, rəvadilərə sığınırlar, şəddadilərə sığınırlar və belə də Azərbaycana onların gəlişinin ən böyük xeyri nə olur? Azərbaycanda xarici hücumlara qarşı daha da güclənir. Bildiyimiz kimi Azərbaycana kimlər hücum edirdi? Bizans erməni gürcü qüvvələri hücum edirdilər. Artıq onlara qarşı mübarizə daha da asanlaşmışdı Səlcuqların gəlişi ilə. Ümumiyyətlə Səlcuq dövləti yaranmışdı 1038-ci ildə. 1038-ci ildə Toğrul bəy. Cümlə düşə bilər ki, 1038-ci ildə Sultan Toğrul dövlət yaratmışdı. Yadınıza saxlayın ki, uşaqlar, ümumiyyətcə dövlət yaranır, sonra sultan elan edilir. Yəni 1038-ci ildə sadəcə Toğrul bəy yaratmışdı. Səlcuq dövlətini yaradır, yəni dövlətin yaranması Toğrul bəyin adı ilə bağlıdır. Yaranması. Onu da nəzərinizə çatdırım ki, dövlət 1038-ci ildə yaranmışdı, 1157-ci ilə qədər mövcud olub. Azərbaycanı vahid dövlət tərkibində birləşdirmişdilər. Ümumiyyətcə, belə deyim ki, Səlcuqların üst paytaxtı olmuşdu
Dövlətin yaranması ilə birinci paytaxtımız olmuşdu Nişapur şəhəri. Nişapur 1038. İkinci paytaxt olmuşdu Rey şəhəri 1043-cü ildə dəyişdirilir. Toğrulun dövründə dəyişdirilir. Üçüncü paytaxtı İsfahan. Nəzərə çatdırın ki, İsfahan həm də Səfəvilərin paytaxtı olub, oxşar cəhət kimi götürülə bilər. 1072-ci ildə. Və sərhədlərinə baxsaq, şimalda Dərbənd, cənubda İran körfəzi. Qərbdə Aralıq, şərqdə, indi burada yer çatmadı deyə buradan qoydum, Mərkəzi Asiya. Yəni, belə böyük bir torpağı özünə tabe edib, dövlətin sərhədləri belə olmuşdur. Ümumiyyətcə, 1040-cı ildə Dəndənəkan döyüşü olmuşdu. Təbii ki də apar topar, əgər belə deyək, Qəznəlilərin rəsindən çıxırsa, mütləq ki, Qəznəlilərlə bir gün qarşılaşacaq. Və 1040-cı ildə Dəndənəkan döyüşü baş verir Səlcuq və Qəznəlilər arasında və bu döyüş nəticəsində Səlcuqlar qalib gəlmişdi. Və Dəndənəkan döyüşündən bir az sonra artıq belə deyək də, Mərkəzi Asiyada artıq aparıcı qüvvəyə çevrilirlər Səlcuqlar, Qəznəliləri məğlub etdikdən sonra. Bildiyimiz kimi Qəznəlilər özü də Mərkəzi Asiya tərəfində yaşayırdılar. Orada, yəni dövlətin ərazisi oradaydı. Təbii ki də Qəznəliləri burada məğlub edəndən sonra Mərkəzi Asiyada daha da güclənirlər. Dəndənəkan döyüşündən bir az sonra artıq Toğrul Sultan elan edilir. Deməli, Dəndənəkan döyüşü 1040-cı il, yəni 11-ci əsr qalib gəlmişdi Səlcuq, məğlub olmuşdu Qəznəli. Bunun nəticəsində nə olmuşdu? Səlcuqlar mövqelərini möhkəmləndirmişdilər Mərkəzi Asiyada. Plus, Dəndənəkan döyüşündən biraz sonra nə olmuşdu? Toğrul Sultan elan edildi. Bunu belə yadımıza saxlayaq. Daha sonra Mərv qurultayı keçirilmişdi. Mərv qurultayı, deməli, qurultay keçirilirsə, deməli, harası, hansısa əraziləri işğal etmək planı hazırlaşdırılır. 1043-cü ildə. 1043-cü ildə şərqə və qərbə doğru hansı ərazilərə yürüş edəcəkdilər, onlar planlaşdırılırdı. Şərqə, qərbə doğru yürüşlər başlanmışdı. Başlanmamışdı, yəni planlaşdırılmışdı. Bundan sonra nəyi deyə bilərik sizlərə? Dediyim kimi 1043-cü ildə həm də nə olmuşdu? Paytaxt köçürülmüşdü Rey şəhərinə. Rey şəhərinə. Kimin dövründə? Birinci Toğrulun dövründə. Yəni ilk hökmdarın dövründə paytaxt köçürülmüşdü. Daha sonra gəlin bura yazaq, deməli. Azərbaycan qoşunu və Səlcuqlar, Azərbaycan qoşunu, Səlcuqlar kimlərə qarşı mübarizə apardılar və Bizansa. Bizansa Şərqi Anadolu'da özü məğlub oldu Bizans. Döyüş deyil, sadəcə mübarizə aparılmışdı. Bizansa ağır zərbə vurulur və ərazi olaraq harda olmuşdu bu? Şərqi Anadolu. Şərqi Anadolu'da olmuşdu. Daha sonra Rəvadili və Şəhdaləli keçmişdi ki, 1054-cü ildə Səlcuqlar gəlir, onlarla müqavilə imzalayıb asılı vəziyyətə salır. 1054.
54. Həm Rəvvadi, həm də Şəddadi üçün oxşar cəhətdir ki, nə? Onların hər ikisini də müqavilə imzalayaraq asılı vəziyyətə salır. Asılı vəziyyətə salır. Bunların hər ikisi də ayrı vaxtlarda süquta uğradılmışdı. Daha tez Rəvvadilər olmuşdu. Rəvvadi deməli olmuşdu 1065-ci il kimin dövründə? Deməli, birinci Alparslanın dövründə. Alparslan. Şəddadilər isə 1088. Sərkərdə Buğa gəlir, burada hakimiyyətə ələ keçirir və bununla da Şəddadilər məğlubiyyətə uğrayır. Kim etmişdi? Birinci Məlikşah. İndi keçək digər hissəyə. İndi sizə nəyi izah edəcəm? Alparslanın dövrü. Alparslan. Onun dövründə nələr olub onu deyəcəm. 1063-cü ildən 1072-ci ilə qədər olmuşdu hakimiyyətdə. Onun dövründə bəyan edildiyi kimi Rəvvadi süqut etdi 1065-ci ildə. Daha sonra Şirvanşahlar üzərinə hücum edilir, Qaratəkin bura hücum edir 1066-cı ildə. Şirvanşahlar 1062-ci ildə. Bununla da 1-ci Fərbrüz Səlcuqlardan asılılığı qəbul edir və artıq Şirvanşah titulundan məhrum edilirlər. Şirvanşah titulundan məhrum edilirlər və Məlikşah titulunu, Məlik titulunu deyək, Məlik titulunu daşımağa başlayırlar. Bundan sonraki Şirvanşah şahları. Dediyim kimi Məlikşah və bu dövrdə hakimiyyətdə kim idi? 1-ci Fərbrüz idi. Bu proseslər baş verir. Bir də hər il xərac ödəməli idi. Xərac ödəməli idi. Şirvanşahların tutulmasına Azərbaycanın artıq Səlcuqlara birləşdirilməsi prosesi işğalı başa çatmışdı. Yəni Şirvanşahlarını hamısını etmişdilər. Bir qalmışdı Şirvanşahlar. Şirvanşahlarla artıq bu proses başa çatmışdı. Deyə bilərsiniz ki, əsas məsələ odur ki, süqut. Xeyr, əsas məsələ asılı vəziyyətə salmadır. Asılı vəziyyətə salmadır. Asılı vəziyyətə salıb Şəddadi, Rəvvadi, yəni bütün dövlətləri. Ola bilər ki, fərqli zamanlarda, fərqli hökmdarlarda dövlət süqut edib, amma əsas asılı vəziyyətə salınmadı. Artıq Alparslanın dövründə Rəvvadi süqut, Şirvanşahlar yəni asılı vəziyyətə salınmışdı və bu dövrdə Şəddadilər də asılı vəziyyətdə idi. Artıq hamısı Səlcuqlara tabe idi beləliklə. Bəli, nəticə də budur. Düzdür, Şəddadilər Məlikşahın dövründə süqut etmişdi. Amma artıq Alparslanın dövründə bir dənə qalmışdı, yəni Alparslana qədər bir dənə Şirvanşahlar qalmışdı. Asılı vəziyyətə salınma. Artıq o da asılı vəziyyətə salınır. Birləşdirilmə, yəni Azərbaycanın Səlcuqlara tabe edilməsi prosesi başa çatmış olur. Və bir də Alparslanın dövründə məşhur döyüşümüz var. Malazgirt döyüşü. (1071) 26 avqust döyüş olub. Burada Turan taktikası istifadə edilmişdi. Turan taktikası nədir? Bu məsəl üçün bunu ulduz fərz edək. Buralarını mühasirəyə alır və artıq onu məğlubiyyətə uğradır. Bu Turan taktikasıdır. Və burada 4-cü Diogen əsir alınır. Hətta qulaqlarına sırğa da taxılmışdı. Məlumatınız var yəqin ki. Bu döyüş nəticəsində artıq Səlcuqlar nə olur? Ön Asiyada, məsələn Dəndənəkanda, Mərkəzi Asiyada, Malazgirt döyüşündə isə Ön Asiyada
artıq əsas qüvvəyə çevrilir. Səlcuqlar. Ön Asiyada. Və bundan sonra Roma, yəni Bizans öhdəlik alır ki, xərac ödəyəcək və cizyə. Xərac, cizyə ödəməyi öhdəsinə götürdü. Çünki artıq məğlub olub. Məğlub olan dövlətin hər zaman dili qısa olur. İndi keçirik Məlikşahın dövrünə. Siz Səlcuqlarda 4 dənə hökmdarın adını eşidəcəksiniz. Birinci Toğrul, birinci Alparslan, birinci Məlikşah və Sultan Səncər. Ən sonuncu hökmdar kimi Sultan Səncəri verirlər. Hakimiyyəti dövründə paytaxt Reydən köçürülüb İsfahana. 1072-də götürürlər, 1073-cü ildə götürürlər. Daha sonra artıq Məlikşahın dövründə Şəddadinin şıhısı, Məlikşahın şıhısı. Belə yadımızda saxlaya bilərik. Məsəl üçün, Alparslan'da da Alp, Arslan, orada da R var. Rəvadilərdə də R var. Ona görə oxşar cəhət kimi götürə bilərik. Şəddadilər 1088-ci ildə artıq süqut etmişdir. Deməli, Rəvadi və Şəddad üçün oxşar cəhət hər ikisi 1054-cü ildə Səlcuqlara tabe edildi. Hər ikisi Səlcuqlar tərəfindən süquta uğradılmışdı. Fərqli illərdə olsa da Şəddadilər ən gec süqut edən dövlət idi. Daha çox iqta paylanıb və bu dövr adlanır nə? Məlikşahın dövrü adlanır çiçəklənmə dövrü. Çiçəklənmə dövrü. Çiçəklənmə dövrü adlanır. Və belə deyim ki, Məlikşah və Alparslanın vəziri olmuşdu Nizam Mülk. Hətta Nizam Mülk Babəkin bəzi döyüş haqqında da müəyyən qədər məlumat vermişdi ki, 20 mindən çox Xürrəmi öz həyatını itirmişdi, həlak olmuşdu. Nizam Mülk qeyd edir ki, Məlikşahın ölümündən sonra artıq dövlət xeyli zəifləyir və sonuncu hökmdar kimi biz veririk Sultan Səncər. Sultan Səncərin dövründə ölkə xeyli zəifləyir. 1118-1157-ci illər. Və ölkə atabəyliklərə bölünür. Yəni, ölkə bölünür atabəylərə. Balaca Atabəy dövlətlərə bölünür. Atabəylərə bölünür. Bunun nəticəsində İraq Səlcuq Sultanlığı, Anadolu Səlcuq Sultanlığı, digərləri artıq başlayır yaranmağa. Onların nəticəsində artıq onlar məsəl üçün iqta falan verirlərsə də, məsəl üçün yaranmış dövlətlərdən biri Azərbaycanda olmuşdu, Atabəylər dövləti. Atabəylər. Məsəl üçün, Məlikşahın dövründə onu deməyi unutdum. Ticarət sahəsində müəyyən qədər tədbirlər həyata keçirilmişdi. Vahid olaraq ölçü çəkib pul sistemi yaradılmışdı. Tacirlər müəyyən qədər rüsumlardan, vergilərdən azad edilmişdi. Bu da ölkənin inkişafına təbii ki də böyük bir dəstək olur. Önəm verilir. Belə. Ona görə də boşuna demirlər ki, Məlikşahın dövrü çiçəklənmə dövrüdür. İndi deməli vergilərdən danışacağıq. Vergi və torpaq mülkiyyət formalarından danışacağıq. Üşür var idi. Səlcuqların dövründə alınırdı. Torpaq vergisi hesab olunurdu. Onda bir vergi idi. Üşür. Torpaq vergisi. Onda bir vergi. Və kimlərdən alınırdı? Xas və iqta sahiblərindən. Belə. Digər. Alaf var idi.
Qaravulda duran dəstəni və yaxud da rəsmi şəxsi təmin etmək üçün, onun ehtiyaclarını təmin etmək üçün istifadə olunurdu. Silah bahası var idi. Silah bahası, nal bahası və şərab bahası var idi. Adı belə idi, yəni verginin adı belə idi. Bu nəyə görə olunurdu? Ordunun ehtiyaclarına sərf olunur. Ordunun ehtiyaclarına sərf olunurdu. Bu da digər torpaq mülkiyyət formaları da var. Uc və iqta. Uc və iqta. Bildiyimiz kimi Səlcuqlarda sərhədləri qoruyan, yəni ümumiyyətcə bu Səlcuqların dönəmində meydana gəlib. Səlcuqların dönəmində meydana gəlmiş. Təbii ki, iqtanı bilirik ki, ərəblərin dövründə var idi. Sərhədləri qoruyan sərkərdələrə verilirdi. Müəyyən qədər iqtanı xatırladırdı müəyyən xüsusiyyətlərinə görə. Yəni sərhədləri qoruyan sərkərdələrə verilən torpaq mülkiyyət formaları idi. Vergi insandan alınır, torpaq mülkiyyət forması isə verilir. Elə yadımızda saxlayaq. Torpaq mülkiyyət formasını necə yadımızda saxlamaq olar? Torpağın tısı təbrikin tısı. Məsələn, biz bir insanı təbrik edib ona hədiyyə veririk, düzdür? Məsələn, ad günündə təbrik edib ona hədiyyə veririk. Bu da elə, yəni torpağı veririk, vergini isə alırıq. Vergini necə yadımızda saxlamaq olar? Alış-veriş sözündən. Alış-veriş, veriş vermək, yəni biz veririk onu, daha doğrusu dövlətə veririk. Amma torpaqda isə dövlət bizə verir. Elə yadımızda saxlayaq. Başqa iqta var idi, aparıcı torpaq mülkiyyət forması idi və bu nəyə görə verilirdi? Xidmət müqabilində verilir. Əslində ikisi də xidmət müqabilində verilir. Bu da məsələn sərhədləri qoruyan insanlara verilirdi, sərkərdələrə verilir. Bu da aparıcı torpaq mülkiyyət forması idi, xidmət müqabilində verilirdi. İndi keçəcəyik Şirvanşahlar dövlətinə. Səlcuqlardan bu qədər. Keçək indi Şirvanşahlara. Dediyimiz kimi Şirvanşahlar yaranmışdı 861-ci ildə. Düzdürmü? Bu dövrdə Kəssanilər sülaləsinin dövrü idi və neçənci ili əhatə edir? 1027-ci il. Şirvanşahlarda 3 dənə sülalə olub. Deməli, Məziyyətlər, Məziyyəti sülaləsi, Məziyyəti sülaləsi idi. 1027-ci ildən 1382-ci ilə qədər artıq Kəsrani sülaləsidir. Bunların illərini yadımıza saxlamalıyıq mütləq. 1382-ci ildən 1538 Şirvanşahların artıq süqutuna qədər süqutu da daxil olmaqla Dərbəndilər sülaləsidir. Dərbəndilər sülaləsidir. İndi biz Kəsanilərdən danışacağıq. Kəsanilərin ilk hökmdarı olmuşdu 1-ci Mənsuhur. 1-ci Mənsuhur. 1-ci Mənsuhurun önündə daha doğrusu Şirvanşahlara 1030-cu ildə belə deyək, Rusların gəlişi var. Arat çayı ilə artıq oradakı belə deyək, körpünü dağıdır. Rusların belə deyək, Rusların qarşısını almaq üçün Arzunun qarşısını kəsir ki, Rusların yürüyüşünə mane olsun və beləliklə irəliləməsini dayandıra bilir, uğurlu alınır. Və 1032-1033-cü illərdə bura yenidən alanlar Slavyanlarla bərabər gəlmişdilər. Belə deyək ki, bunun hakimiyyət illəri 1027-1034-cü illəri əhatə edir. Yəni bunun dövründə əsas kimlər var idi? Slavyanların yürüyüşü. Plus sonradan alanlar oldu. 1032-1033-cü illərdə. Belə. Və yaxud da bura qeyd edə bilərik ki,
Rusların yürüşünün qarşısını almaq üçün Araz çayının qarşısını kəsir ki, ruslar gələ bilməsinlər. Yəni Araz çayını bəndlə belə deyək də qarşısını almaq. Ki, ruslar gələ bilməsinlər. Birinci hökmdarımız oldu. Mənçur. Gördüyünüz kimi 1027-ci ildə Kəsanilər sülaləsinin hakimiyyəti başlayır. 1027-də birinci Mənçur gəlmişdi. İndi keçir birinci Fərbrüzə. Birinci Fərbrüz. Birinci Fərbrüzün hakimiyyət illərindən danışaq. Yəqin ki, Səlcuqlardan artıq il yadınızda gəldi. Alp Arslanın dövründə nə olmuşdu? Gəlir Şirvanşahları tabe edir və belə deyək, birinci Fərbrüz deyir ki, mən sənə hər il xərac ödəyəcəm. O üzrə miqdarını da yazaq, 40.000 dinar ödəməli idi Səlcuqlara. Səlcuqlara ödəməli idi və Şirvanşah titulundan məhrum olur. Şirvanşah. Məlik titulu daşımağa başlayır bundan sonraki Şirvanşah hökmdarları. 11-ci əsrdə təbii ki, yenidən müstəqil olur. Artıq Səlcuqlar yavaş-yavaş zəifləməyə başlayırdı. Yenidən müstəqil olur. Təbii ki, əgər Səlcuqlar zəifləyirsə, deməli, Şirvanşahların müəyyən qədər gücü var ki, artıq onlara qarşı bir mübarizə apara bilir, müstəqilliyə nail ola bilir. Şirvanşahlar əgər Səlcuqlara mübarizə aparırsa, yadınıza saxlayın, kimlə yaxınlaşır? Gürcülərlə yaxınlaşma olur. Gürcülərlə yaxınlaşırlar. Kimə qarşı? Səlcuqlara qarşı mübarizə üçün. Səlcuqlara qarşı mübarizə üçün. Məsəl üçün, bu dövrdə 1120-ci ildə biz Şirvanşah 1-ci Afridun adını eşidirik. Afridun gəlir Səlcuqlarla ittifaqı bərpa edir. Gürcülər artıq görür ki, belə bir proses var. Nə edir? Artıq Şirvanşahlara hücum edir. 4-cü David idi bu dövrdə, yəni imperatorunu deyək, yəni Gürcülərin başçısı o idi. Əsas məqsədi nə idi? Türkləri Cənubi Qafqazdan çıxarsın və burada öz hakimiyyətini bərqərar etsin və Azərbaycan torpaqlarını bölüşdürsün öz aralarında. Kimlərlə ki, ittifaqdadır. Qərbi Avropa sərhədçiləri ilə ittifaqdaydı. Yəni Gürcü, Erməni, bura müxtəlif qüvvələr daxil idi. Onlarla Bizans imperatoru eləcə də bunlarla Cənubi Qafqazı bərabər olaraq aralarında bölüşdürsünlər. Məqsəd bu idi. Yəni 4-cü David bu dövrdə gəlmişdi. Şirvanşahlara və hansı ərazini qarət edir? Qəbələ. Qəbələ şəhərini qarət etmişdi. Abituriyentlərin çox səsi qarışdırır nəyi? İndi sizə izah edeyim. 3-cü Mənçur. Biz belə birinci Mənçuru keçmişdik. Kəsanilər sülaləsinin birinci hökmdarı. İndi 3-cü Mənçur var. 1100, yəni Afridundan sonra hakimiyyətə gəlmişdi. 3-cü Mənçur. Və onun oğlu, keçəcəyik burada, onun oğlu kim? Birinci Axsitan. Bunların fərqli və oxşar cəhətlərini sizə izah edəcəm. Birinci Axsitan 1160-dan 1196-cı ilə qədər hakimiyyətdə olmuşdu. 3-cü Mənçur nə edir? Səlcuqlarla ittifaqdan çıxır. Mənfi qoyuram ki, bilin ki, yəni yaxşı bir şey olmayıb. Gedək kimlərlə belə deyək, birləşir? Gürcülərlə. Gürcülərlə birləşir. Gürcülərlə yaxınlaşmasında əsas amili kimlər oynayıb?
4-cü Davidin qızı və 3-cü Mənçöhrün həyat yoldaşı. O gürcü idi. Məsəl üçün, belə bir amil, belə bir səbəb onlarda da görə bilərik. Birinin anası Çinli idi, birinin anası Hunlu idi və artıq mübarizə başlayır. Biri deyir ki, Çinə yaxınlaşaq, biri deyir biz niyə Çinə yaxınlaşırıq, onlarla bərabər qalaq. Yəni və burada da elə bir şeyləri görürük. Daha sonra 1121-ci ildə Didqori döyüşü olub. Bunu Tiflis Müsəlman Əmirliyində keçmişik, bilirsiniz. Tiflis Müsəlman Əmirliyi Səlcuqlar və Gürcülər arasında olmuşdu. Belə deyək, Gürcülərin müttəfiqləri Qıpçaqlar, Qərbi Avropa səlibçilər falan bunlar idi. Didqori döyüşü. Min 121-ci il. Məğlub olmuşdu Səlcuq qüvvələri. Hara ələ keçirildi? Tiflis Müsəlman Əmirliyi. 1122-ci ildə Tiflis Müsəlman Əmirliyi ləğv edilir və Tiflis şəhəri paytaxt olur. Artıq Gürcüstanın paytaxtı elan edilir. Daha sonra artıq təbii ki də bunun bir nəticəsi olmalıydı. Bura kimsə gəlməlidir. Çünki belə bir şey olub. Bunu biz 1-ci Afridunda da gördük ki, belə deyək, Səlcuqlarla yaxınlaşıb 4-cü David həmən hücum elədi Şirvanşahlara. İndi Səlcuqlardan uzaqlaşıb deyə 3-cü Mənçöhr. Bura kim hücum eləyir? Mahmud. Mahmud hücum eləyir. Sultan Mahmud hücum edir. Sultan Mahmud. Ki, sən niyə mənə xərac ödəmirsən və sən niyə Gürcülərlə yaxınlaşmısan? Sultan Mahmud dərkən biz 2-ci Mahmudu deyirik. Yəni 2-ci Mahmud gedir. İraq Səlcuq sultanı idi. Və gəlir artıq uğur qazana bilmir. Çünki Gürcülər köməklik edir. 3-cü Mənçöhrə Sultan Mahmudu buradan asanlıqla çıxara bilirlər. Yəni müəyyən qədər uğurlar əldə eləsə də, ancaq sonradan uğurları davamlı olmur. Məğlubiyyətə uğrayıb buradan geri çəkilir. Bundan sonra yəni bu fürsətdən istifadə edən 4-cü David nə edir? 4-cü David yenidən bura hücum edir. 1124-cü ildə. Şamaxı, Şabran və Buğurt ərazilərini tutur 4-cü David. Bu Sultan Mahmud gəlmişdi 1123-də. 1124-də kim gəlmişdi? 4-cü David. Şamaxı, Şı, Şabran, Şı, bir də Buğurt qalasını ələ keçirdir. 1125-ci ildə Gürcülər tamamilə buraları tərk edirlər. Niyə görə? Çünki artıq 4-cü David ölmüşdü. Öldüyünə görə Gürcülər buranı tərk edirlər. Biz belə bir şeyi, hadisəni Ruslarda da görürük ki, artıq hökmdar Yekaterina belə deyək, öldükdən sonra Ruslar Cənubi Qafqazı tərk eləmişdi. Bundan istifadə edən Qacarlar yenidən gəlmişdilər Azərbaycana. Belə bir şeylər də görürük. Daha sonra 4-cü Daviddən sonra hakimiyyətə 1-ci Demetri gəlir. Onun oğlu Gürcülərə qarşı olan, daha doğrusu Şirvana olan iddialarla əl çəkirlər. Hər birinin arasında normal qonşuluq münasibətləri olmuşdu. Daha sonra nə deyə bilərik burada? Yadında saxlayın ki, uşaqlar 12-ci əsrdə, 12-ci əsrin ortaları deyir ki, Şirvanşahlar Cənubi Qafqazda ən böyük qüdrətli qüvvəyə çevrilirlər. Ən qüdrətli siyasi amilə çevrilirlər. 12-ci əsrin ortaları. Bu xronologiya kimi düşə bilər. Yəni təxmini olaraq belə deyib, 3-cü Mənçöhrdən sonra 50-ci illər falan da, yəni 50-ci illər artıq hakimiyyətinin sonuna yaxındır. Hakimiyyətinin sonuna 10 il yaxın artıq güclü bir qüvvəyə çevrilmişdir. 3-cü Mənçöhrdən sonra təbii ki, dediyim kimi onun yoldaşı Gürcü idi. Görür ki, yoldaşı ölüb,
Axı Gürcüdür, təbii ki, getmək istəyəcək. Gürcülərə tərəf yaxınlıq qurmaq istəyəcək. Belə. Onlar istəyirlər ki, Gürcülərə daha da yaxın olsunlar. Ancaq 3-cü Mənçurun böyük oğlu 1-ci Axistan Atabəy dövlətinin yardımı ilə hakimiyyətə gəlmişdi. Buna görə də belə deyək ki, 3-cü Mənçurun həyat yoldaşının istədiyi olmur. Çünki hakimiyyətə 3-cü Mənçurun böyük oğlu 1-ci Axistan gəlir. 1-ci Axistan hər biri ilə normal münasibətlər qurub. Gürcü, Xarəzmşahlar hər biri ilə nə desəz, hamısıyla normal münasibətlər qurub. Səlcuq, Eldəniz, təbii ki, Atabəylərin köməyi ilə hakimiyyətə gəlibsə, Eldənizlər hər biri ilə normal münasibətlər qurub. Başqa nə edib? Təmir elətdirmişdi Dərbənd səddini. Gürcülərlə yaxınlıq qurmağının 2 səbəbi var. 1173-cü ildə mərkəzi qiyam baş verir Gürcülərdə. 1-ci Axistan kömək etmişdi. 1173-də kim kömək edib? 1-ci Axistan. 1-ci Axistan köməklik etmişdi. 1175-də bildiyimiz kimi Slavyanlar hücum eləmişdi Şirvanşahlara. Bu zaman da buna qarşı, bu hadisəyə qarşılıq olaraq 3-cü Georgi köməklik göstərmişdi 1-ci Axistana. Bunları görə bilərik. 1192-ci ildə deməli Şamaxıda zəlzələ olur və paytaxt köçürülür Bakıya. Sona qədər artıq Şirvanşahların sonuna qədər paytaxt Bakı olmuşdu. 1192-ci ildə Şamaxıdan hara köçürülür? Bakıya. Bakı ərazisinə köçürülmüşdü. Gördüyünüz kimi fərqlər ortadadır. 3-cü Mənçurun dövründə çox belə qarşılıq dövrüdür. Səlcuqlar da imtina edir, Gürcülərlə yaxınlaşır. Onun dövründə deyək, Qoru döyüşü olmuşdu. Onun ərazisində olması da, yəni onun dövründə olmuşdu. Yəni aləm qarşı bir-birinə gördüyünüz kimi. Amma 1-ci Axistana baxsaq, hamısı da dostluq əlaqələri, hətta Dərbənd səddini də təmir elətdirmişdi. Paytaxtı köçürmüşdü. Gürcülərlə çox yaxın əlaqələri olmuşdu. Belə. Yəni 1-ci Axistan dövrü sabitlik dövrüdür. Bu qədər.